Salam, gəlin birlikdə çox maraqlı, amma bir o qədər də ciddi bir tibbi tapmacanın içinə girək. Sanki bir detektiv filmi kimi addım-addım ipuclarını toplayıb bu işin sonuna çıxacağıq. Hazırsınız? Başladıq. Bilirsiniz, səhiyyə işçisi olmaq biraz da detektiv olmağa bənzəyir. Hər bir detal, hər bir xırda məlumat əslində böyük bir tapmacanın açarı ola bilər. Bizim də işimiz bu parçaları düzgün şəkildə bir yerə yığmaqdır. Bax, bu da bizim yol xəritəmiz. Pasiyentin faylını açmaqdan başlayıb, dəlilləri toplayıb, suallara cavab tapıb, axırda da bir nəticəyə gələcəyik. Gəlin, elə birinci bölmədən başlayaq. Və beləliklə istintaq başlayır. İlk işimiz əlbəttə ki, pasiyentin dosyasını açıb, onun bizə nə şikayətlə gəldiyini öyrənməkdir. Deməli, qarşımızda 66 yaşlı bir kişi var və şikayəti açığı kifayət qədər həyəcan vericidir. Sağ ayağının barmaqları qaralıb. Bu, görən kimi bilirsən ki, vəziyyət ciddidir və dərhal hərəkətə keçmək lazımdır. Yaxşı, ilkin məlumatı aldıq. İndi isə əsl detektiv işi başlayır. Gəlin daha dərinə gedək və bu işin pərdə arxasında nələr olduğunu, hansı ipuclarının gizləndiyini tapaq. Hər bir məlumat qızıl dəyərindədir. Anamnezə, yəni xəstənin keçmişinə baxanda iki şey dərhal gözümüzə dəyir. Birincisi şəkərli diabet, ikincisi periferik damar çatışmazlığı. Bir həkim üçün bu iki diaqnoz demək olar ki, qırmızı bayraq kimidir. Artıq beynimizdə bəzi ehtimallar formalaşmağa başlayır. Hə, indi gələk fiziki müayinəyə. Nə görürük? Barmaqlar qapqara və qurudur. Dəri büzüşüb, sanki mumyalanıb. Amma, bir dəqiqə, heç bir pis qoxu yoxdur. Bax, bu çox vacib bir detaldır. Üstəlik nəbzi yoxlayanda görürük ki, periferik nəbz çox zəifdir. Bu da bizə qan dövranında ciddi bir problem olduğunu pıçıldayır. Deməli, əlimizdə xeyli dəlil toplandı. İndi bir anlıq özünüzü o həkimin yerinə qoyun. Bütün bu məlumatları birləşdirib, ilk suala cavab verməyin vaxtıdır. Baxın, bütün bu ipucları, quru qara barmaqlar, pis qoxunun olmaması, şəkərli diabet, damar çatışmazlığı, bütün bunlar bir araya gələndə sizcə ən çox ehtimal olunan diaqnoz hansıdır? Gəlin variantlara baxaq. Və bəli, düzgün cavab A variantıdır, quru qanqrena. Niyə məhz quru qanqrena? Çünki açar söz burada pis qoxunun olmaması və quru büzüşmüş dəridir. Əgər yaş qanqren olsaydı, mütləq dəhşətli bir qoxu və irinli axıntı olardı. Yanıq və ya irinli yaraysa bu kliniki mənzərəyə heç uyğun gəlmir. Yaxşı, diaqnozu qoyduq, amma bu hələ başlanğıcdır. Əsl məsələ bu vəziyyətin niyə baş verdiyini, kökündə nəyin dayandığını anlamaqdır. Bu sual bizi problemin mənbəyinə aparır. Pasiyentin keçmişinə, anamnezinə qayıdın. Cavab əslində orada gizlənib. Əlbəttə ki, doğru cavab B variantı. Uzun müddətli işemiya. Xatırlayarsınız, pasiyentin periferik damar çatışmazlığı var idi. Məhz bu, birbaşa işemiyaya işarə edir. Yaxşı, bəs bu işemiya deyilən şey nədir? İşemiya, ən sadə dildə desək, toxumaya qan getməməsidir. Təsəvvür edin, bir bitkini sulamırsınız. Nə olar? Quruyub ölər. Toxumalarda eyni ilə belədir. Qan gəlməyəndə oksigen və qida maddələri də gəlmir və nəticədə toxuma ölür. Bizim vəziyyətimizdə də barmaqlara qan getmədiyi üçün onlar ölüb və qaralıb. Aha, deməli diaqnozu bilirik, səbəbini də anladıq, indi isə ən vacib yerə gəldik, praktikaya. Yəni, biz nə etməliyik, nəyi izləməliyik və ən əsası, nədən uzaq durmalıyıq? Bu, xüsusilə tibb bacıları üçün çox kritik bir sualdır. Belə bir xəstə ilə qarşılaşanda ilk və ən doğru addım nə olmalıdır? Doğru cavab birmənalı şəkildə D variantıdır. Yaranı quru və steril saxlamaq niyə bu qədər vacibdir? Çünki əgər o bölgə nəmlənərsə və ya ora hər hansı bir mikrob düşərsə, vəziyyət bir anda dəyişə bilər. Quru qanqrena çox daha təhlükəli olan yaş qanqrenaya çevrilə bilər. Bu isə fəlakət deməkdir. Bu da çox həyati bir məqamdır. Biz xəstəni izləyirik, amma nəyi izləyirik? Vəziyyətin pisləşdiyini, yəni nekrozun infeksiyalaşdığını bizə göstərən ən vacib siqnal hansıdır? Cavabımız C variantı. Pis qoxu və irinli axıntı. Əgər yadınızdadırsa, əvvəldə dedik ki, quru qanqrenanın əsas əlaməti pis qoxunun olmamasıdır. Deməli, əgər bir anda pis qoxu və axıntı yaranırsa, bu həyəcan siqnalı deməkdir. Bu o deməkdir ki, artıq prosesə bakteriyalar qoşulub və vəziyyət yaş qanqrenaya çevrilib.
Bu halda təcili cərrahi müdaxilə şərtdir. Və indi bəlkə də bütün bu prosesdəki ən vacib məqama çatdıq. Elə şeylər var ki, onları etmək olmaz. Amma elə bir şey var ki, onu etmək sadəcə qəti qadağandır. Çünki bu birbaşa xəstənin zərərinə işləyir. Bax, bu sual həyati əhəmiyyət daşıyır. Nekrozlu, yəni ölü toxuma olan bir sahəyə hansı hərəkəti etmək mütləq olmaz? Doğru cavab B variantıdır. Masaj və istilik tətbiqi. Bəs niyə? Məntiq çox sadədir. O bölgədə onsuz da qan dovranı yoxdur, düzdür? Siz ora istilik tətbiq edəndə toxumaların metabolizmini, yəni oksigeni olan tələbatını artırırsınız. Amma ora oksigen gətirən qan yoxdur. Yəni siz onsuz da ac olan bir toxumadan daha çox işləməsini tələb edirsiniz. Bu isə zədəni daha da dərinləşdirir. Ona görə qətiyyən olmaz. Beləliklə demək olar ki, istintaqımızın sonuna gəldik. Gəlin indi bu məsələdən çıxardığımız əsas dərsləri, yadda saxlamalı olduğumuz məqamları bir daha təkrarlayaq. Baxın, bu məsələ bizə bir daha göstərdi ki, kliniki düşüncə nə qədər vacibdir. Bu sadəcə kitabdakı məlumatları əzbərləmək deyil. Bu, ipuclarını görmək, onları məntiqlə bir-birinə bağlamaq və düzgün sualları vermək bacarığıdır. Və bu bacarıq sözün əsl mənasında həyatı dəyişir. Düzgün düşüncə tərzi bir xəstənin taleyini həll edə bilər.